işğaldan azad olunmuş torpaqlarda biomüxtəlifliyin qorunması və ekoloji inkişaf adlı beynəlxalq elmi konfrans keçirir. Beynəlxalq elmi konfrans ölkəmizdə 2025-ci ilin konstitusiya və suverenlik ili və eyni zamanda zəfərimizin 5-ci ilini hesablayır. Konfransın açılışında əvvəlcə Dendrologiya İnstitutunun fəaliyyətini əks etdirən sərgi nümayiş etdirilib. Ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Qarabağın zəfərinə həsr edilmiş video çarx nümayiş etdirilib. Sizinle birlikte gider Şuşa'ya. Geleceğim. İnanın ki geleceğim. Şuşa Azerbaycan'ın gözüdür. Her bir Azerbaycanlı için iftihar noktasıdır. Şuşa bizim medeniyetimizin, tarihimizin remzidir. Şuşa hamd için azizdir. Ama pek şey yok. Laçın dağları da bir azizdir. Beş vakit biz Laçınsız yaşayabilmeliyiz. Ağdam kimi güzel bir şehir, Füzuli, Cebrail, Zenginan, Ubaklı, Kəlbəcərin o bulakları, Kəlbəcərin o istisusu, biz onlarsız yaşayabilmeliyiz. Təsəvvür edebilmeliyiz. Bu böyük qələbənin və şəhərlərimizin, Ulu Önderin ruhu şaddır bugün. Gözün aydın olsun Azerbaycan. Gözün aydın olsun dünya Azerbaycanlıları. Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun kollektivi adından səmimiyyətlə salamlayaraq işğaldan azad olunmuş torpaqlarda biomüxtəlifliyin qorunması və dayanıqlı ekoloji inkişaf adlı beynəlxalq elmi konferansın işinə uğurlar arzulayaraq 2025-ci ilin ölkəmizdə konstitusiya və suverenlik ili elan olunması Azərbaycan dövlətçiliyin mükəmməlməsi, milli birliyimizin və müstəqilliyimizin əbədiyyəliyinin rəmsidir. Bu konferans da məhz həmin mənəvi və elmi uğurunda bağlı olaraq işğaldan azad olunmuş torpaqlarımızda təbiətin bərpası, ekoloji tarazlığın qorunması və biomüxtəlifliyin elmi əsaslarla öyrənilməsinə töhfə verməyi hədəflədir. Bugün biz burada yalnız elmi müzakirə aparmaq üçün deyil, həm də vətənimizin yenidən yaşıllaşan, canlanan təbiətinə, birgə dəstək olmaq məqsədi ilə toplaşmışıq. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən geniş miqyaslı ekoloji bərpa işləri hər birimizin üzərinə böyük məsuliyyət qoyur. Bu torpaqların təbii zənginliyini qorumaq və gələcək nəsillərə sağlam ekosistem ötürmək. Əminik ki, bu konferans çərçivəsində təqdim olunacaq elmi tədqiqatlar, fikir mübadiləsi və beynəlxalq əməkdaşlıq təşəbbüsləri Azərbaycanın ekoloji siyasətinə və elmi potensialına yeni töhfələr verəcəkdir. Bir daha bütün iştirakçılara uğurlar arzulayıb, konferansın səmərəli nəticələr verməsinə inanaraq konferansı açıq elan edirik. Dendrologiya İnstitutunun baş direktoru, biologiya üzrə fəlsəfə doktoru dosent Minara Həsənova konfransı açaraq tədbirin məqsəd və əhəmiyyətindən danışıb. O, tədbirin əsas məqsədinin Qarabağda biomüxtəlifliyin mövcud vəziyyətinin elmi tədqiqi, nadir və nəsli kəsilməkdə olan növlərin qorunması, antropogen təsirlərin azaldılması və regionda dayanıqlı ekoloji inkişafın təmininə yönəlmiş müasir yanaşmaların müzakirəsi olduğunu bildirib. Minara Həsənova qeyd edib ki,
son illər ərzində Dendrologiya İnstitutu tərəfindən işğaldan azad olmuş ərazilərdə bir neçə elmi konfrans təşkil edilib. O, Şərqi Zəngəzur, Qarabağ iqtisadi rayonlarında aparılan tədqiqatların biomüxtəlifliyinin bərpası baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. İnstitutun meşə ekosistemləri laboratoriyasının nadir növlərin mühafizəsi və toxumculuq layihələri barədə ətraflı məlumat verib. Hazırda İnstitutun təcrübə sahəsində 100 mindən çox bitkinin toxum vasitəsilə çoxaldığını və onların bir hissəsinin böyük qayıdış proqramı çərçivəsində azad edilmiş ərazilərdə əkildiyini bildirib. İnstitut olaraq 2022-ci ildən bura 6 bizim Konfransda Vəhşi Təbiət Mühafizə Fondu Azərbaycan nümayəndələrinin rəhbəri Elşad Əskərov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Soltan Məmmədovun köməkçisi Salmanov, Qazaxıstan Respublikası Manaş Qazbeyev adına Şimali Qazaxıstan Universiteti, Qazaxıstan Respublikası Botanika və Fitointroduksiya İnstitutunun alimləri və eləcə də Türkiyə Moskva Dövlət Universitetinin alimləri iştirak ediblər. Konfransda 92 yerli və 20-dən artıq xarici məruzə təqdim olunub, geniş fikir mübadiləsi aparılıb. Məruzələrdə Qarabağ və Şimali Qazaxıstan təbiət zonalarının ekoloji xüsusiyyətləri müqayisəli şəkildə təhlil olunub. Qarabağda aparılan ekoloji bərpa tədbirləri, torpaq və su ekosistemlərinin monitoringi, biomüxtəlifliyin xəritələşdirilməsi istiqamətində əldə olunan nəticələr təqdim edilib. Tədbirdə həmçinin Qarabağ və Şərqi Zəngəzur bölgələrində biomüxtəlifliyin qorunması üzrə regional elmi proqramların hazırlanması, ekoloji bərpa proseslərində beynəlxalq ekspertlərin cəlb olunması və dendrologiya sahəsində birgə laborator tədqiqatların genişləndirilməsinin vacibliyi vurğulanıb. Konfrans səmərəli elmi əməkdaşlıq və yeni elmi istiqamətlərin formalaşması üçün mühüm platforma kimi yadda qalıb. Tünzalə Arazlı, İsmail Babayev, Zəfər TV.